Qeyri-stabillik isə xəstələrdə bel ağrılarının yaranmasına və həmin nahiyədə yenidən yırtığın yaranmasına səbəb ola bilər. Həmin sümük toxumasına və əzələ toxumasına minimal zədə vurduğuna görə həmin nahiyələrdə disk yırtığı və yaxud da stenoz yaranma ehtimalı yüksək. Mən Bəhruz Eyvazov, baş beyin və onurğa cərrahiyəm. Xəstələrimiz arasında beyni qarışdıran suallardan biri də təkrarı disk yırtığı zamanı implant istifadə olunsun cərrahiyyəsində yoxsa istifadə olunmasın. Qeyd edim ki, daha öncələr residiv disk yırtıqlarında, əgər yaşlı pasiyentlərimiz bizə baxırsa, rastlaşıblar. Residiv disk yırtıqlarında heç zaman biz implant istifadə etmirdik, hansı ki, implant cərrahiyyəsi mövcud deyildi. Son dönəmlər isə residiv disk yırtıqlarında implant cərrahiyyəsi populyarlıq qazanmağa başlamışdı. Bunun səbəblərindən biri də həmin nahiyədə yenidən daha çox sümük toxumasının, daha çox əzələ toxumasının zədələnməsinə icra olunan əməliyyatdır ki, həmin nahiyədə qeyri-stabilliyə gətirib çıxarır. Qeyri-stabillik isə xəstələrdə bel ağrılarının yaranmasına və həmin nahiyədə yenidən yırtığın yaranmasına səbəb ola bilir. Qeyd edim ki, implant cərrahiyyəsi problemin bir mənalı olaraq kökündən həlli demək deyil. İmplant cərrahiyyəsinin də özünün də gələcəkdə ağırlaşmaları ola bilir. Belə ki, implant icra olunarkən onurğanın müəyyən bir segmentində hərəkətsizlik yaradılır. Həmin nahiyədə təbii ki, implant qoyulan nahiyədə yenidən yırtıq yaranması mümkün deyil. Ancaq yuxarıda və aşağı səviyyələrdə həmin nahiyədə olan hərəkətsizliyin yuxarı və aşağı səviyyələrin üzərinə yükləndiyinə görə həmin nahiyələrdə qonşu segment simptomu dediyimiz problemlər, yəni həmin nahiyələrdə disk yırtığı və yaxud da stenoz yaranma ehtimalı yüksəkdir. Bu səbəbdən də əgər residiv disk yırtığı, yəni yenidən əmələ gəlmiş fəqərəsi disk yırtığı varsa, xəstələri doğru seçilməlidir. Xəstələrə funksional rentgen və KT müayinəsi icra olunmalıdır. Həmin nahiyədə qeyri-stabilliyin olub-olmadığı ilkin olaraq aşkarlanır. Son dövrün müasir metodlarından biri olan endoskopik cərrahiyyə ilə icra olunması tövsiyə edirik. Belə ki, endoskopik icra edilən cərrahi əməliyyatlarda həmin sümük toxumasına və əzələ toxumasına minimal zədə vurduğuna görə orada gələcəkdə qeyri-stabilliyin yaranma ehtimalını çox azaltmış oluruq. Bu səbəbdən də hər zaman təkrar yırtıq yaranarsa, həkiminizlə danışarkən bu müayinə metodlarını keçməyi tövsiyə edirəm. Bel nahiyəsinin KT müayinəsi və funksional rentgen müayinəsi olunsun ki, həmin nahiyədə qeyri-stabillik var yoxsa yox, o dəyərləndirilsin. Əgər yoxdursa, təbii ki, minimal invaziv cərrahiyyə ilə təkrarı disk yırtığının çıxarılması mümkündür. Bundan ötəri həmin nahiyəyə onurğanın biomexanikasına mənfi təsir edərək implant qoymağa gərək yoxdur. Düşünürəm, fəqərəsi disk yırtıqlarının residivinin cərrahiyyəsi barəsində fikrimi çatdıra bildim. Əgər hər hansı bir qaranlıq qalan tərəf və suallarınız varsa, şərhlərdə yaza bilərsiniz, o barədə müzakirələr apara bilərik. Sonda isə kanalımıza abunə olun ki, yeni videolardan xəbərdar ola biləsiniz.